Salam, hər vaxtınız xeyir olsun. İndi çatdıracağımız informasiyalara xüsusilə Xırdalan sakinləri diqqətlə dinləsinlər. Çünki artıq Xırdalan şəhərindən 20 yanvar metro stansiyası istiqamətində rahat və sürətli gedişi təmin etmək üçün E2 nömrəli avtobuslar fəaliyyətə başlayıb, ekspres avtobuslar fəaliyyətə başlayıb. Artıq bugündən etibarən elə fonda da siz həmin avtobusu görürsünüz. Daha təfərrüatlı saat neçədən etibarən başlayacaq qrafiki ilə bağlı, eyni zamanda gediş haqqı nə qədər olacaq və hansı marşrutlar üzrə dayanacaq nöqtəsi var. Bununla bağlı təfərrüatlı informasiyalar ilə hazırda qonağım Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovdan alacaq. Xoş gördük Tural bəy. Yeni istifadəyə verilən ekspres avtobuslarla bağlı detalları sizdən işləyək. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Bəli, artıq vurğuladınız. Bugündən Xırdalan şəhərini və 20 yanvar metro stansiyasını əlaqələndirən və vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə rahat nəqliyyat xidmətlərini təmin etmək məqsədi ilə bu ekspres avtobus marşrut xəttləri fəaliyyətə başladı. Qeyd edin ki, bu marşrut xəttində 10 iri tutumlu avtobus artıq xəttdədir. Avtobuslar Xırdalan şəhərindən başlanğıcını götürür. Mən burada aralıq dayanacaq məntəqələrini hökmən vurğulamaq istərdim. Abşeron rayon su kanal idarəsi Heydər Əliyev prospektində 2 dayanacaq məntəqəsi var. Bu AAF və Kristal Abşeron yaşayış kompleksləridir. Abşeron rayon mədəniyyət mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, 20 yanvar metro stansiyası və nəhayət 3-cü mikrorayon dairəsi Rövşən Cəfərov küçəsidir ki, avtobuslar bu dayanacaqda saxlamaqla sərnişinlərə xidmət göstərir. Gündəlik qeyd etdiyim 10 avtobus 8-10 dəqiqə intervalla vətəndaşlara xidmət göstərir. Sərnişin tələbatı yanacağı təqdirdə avtobusların sayı əlbəttə ki, daşıyıcı tərəfindən təmin ediləcək. Avtobuslar səhər saat 6-dan axşam saat 11-ə kimi sərnişinlərin xidmətindədir. Bu istiqamətdə AYNA tərəfindən yeni marşrut xəttlərinin yaradılması, mövcudların istiqamətlərinin dəyişdirilməsi və yeni avtobusların xəttə cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Təşəkkür edirəm detallı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Artıq bu da deməkdir ki, belə yağışlı günlərdə, eyni zamanda irəlidə bizi qarlı havada gözləyir, qarlı havalar da gözləyir. Həmin günlərdə insanlar daha çox dayanacaqlarda gözləməyəcək və təbii ki, bu da sevindirici bir haldır və 8-10 dəqiqə arasında interval olacaq. E2 nömrəli avtobuslar Xırdalandan 20 yanvar metro stansiyası istiqamətində artıq sərnişinlərin istifadəsinə verilib. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatı bizə ötürdüyün üçün.